Jalə, sabahın xeyir olsun. Eşidirik səni. Söz səndədir. Təşəkkür edirəm. Mən də sizi və telesər izləyicilərimizi salamlayıram. Sabahınız xeyir olsun. Belə yay mövsümündə dənizkənarı istirahət məkanlarına üz tutanların sayı xeyli artıb. Belə səhər saatları olmasına baxmayaraq artıq hər kəs buradadır və qeyd edeyim ki, ictimai çimərliklərdə vətəndaşların rahat və təhlükəsiz istifadəsi üçün müxtəlif imkanlar yaradılıb ki, elə bunlardan da əlilliyi olan şəxslərin maneəsiz şəkildə çimərliklərdən istifadə etməsi üçün pandusların quraşdırılmasıdır. Elə kadrdan da gördüyünüz kimi məhz vətəndaşlar buradan faydalana bilirlər. Qeyd edeyim ki, elə hazırda bizimlə birgə birbaşa bağlantı olan müsahibimiz var ki, bu imkandan faydalanır və onun təəssüratlarını işləyəcəyik. Salam, hər vaxtınız xeyir olsun. Pandusların quraşdırılması sizin üçün nə qədər faydalıdır? Ümumiyyətlə əlilliyi olan şəxslərin çimərlik xidmətlərindən istifadə edə bilmələri üçün hazırki yerləşdiyimiz çimərlikdə bütün şərait yaradılıb. Yəni çimərliyin girişində avtomobil saxlamaq yerləri, məlumat lövhələri və gördüyünüz kimi dənizə qədər yol düzəldilmişdir ki, təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxslərimiz bundan asan istifadə edə bilsinlər və eyni zamanda burada xüsusi xidmətçilər də vardır. Xidmətçilər də ayrılıb ki, əlilliyi olan şəxslərimizin suda təhlükəsizliyini gözləyə bilsinlər. Və hazırda özünüz istifadə edirsiniz də bu panduslardan? Bəli. Təşəkkür edirəm. Çox sağ olun ətraflı məlumatınız üçün. Belə, bizimsə bu saata buradan çatdıracağımız məlumatlar bundan ibarətdir. Sözü yenidən studiyaya ötürürəm. Təşəkkür edirik Jalə. Çox sağ ol ətraflı məlumata görə.